Duzu var, yox. Nə bilim, bu da sual, nə bilim. Mən özüm xoşuma gəlir, mən nə bilim. Pool rol oynayıb, xalam oğlu avariyanı. Onu da qapısını açsın, amin. İzdirayıb burada yersə də onu öyrədirlər, hə. Bizim danışıq, yox, tez-tez açmıram. Mən bu qədər səbrim yoxdur, canım tez-tez açım. Və uzun da qala bilmirəm canlılardan. Bugün günortaya nə hazırladınız deyə bir sual olmamalı deyə yayında. Görün biz nə qədər məsəl üçün dərin söhbətlər elədik də, politikadan elədik, dünyadan elədik, Amerikadan elədik, qanunlardan danışdıq, insanlardan danışdıq, televiziyadan danışdıq, Qarabağ müharibəsindən danışdıq. Bu boyda söhbətin içində mənə haçan ərə gedirsən, nə bilim, yeməyi nə bişirmisən, əlvin duzu varmı, olmamalıdır da, yəni bu qədər maraqsız olmamalısınız dünyaya qarşı. Yəni həyatınız bu qədər balaca olmamalıdır, yəni. Arxanız çox sağ ol. Messi yoxsa Ronaldo? Messi. Bu həyatda çox maraqlı şeylər var. Kvantova fizika çox maraqlıdır. Neurologiya çox maraqlıdır. Tarix çox maraqlıdır. Politika maraqlıdır. Nə bilim, maraqlı şairlər var, maraqlı əsərlər var, maraqlı yazılar var. Gündəmdə maraqlı şeylər var. Maraqlı heyvanlar var, onların həyatları var. Bir sürü maraqlı qanunlar var, işlər var, hobbilər var, qazanc mənbəyləri var, milyonerlərin tarixi var, Rockefeller var, Rothschildlər var. Onların belə bu dünyanın necə sahibləri olduğu haqqında bir şey var. Amma bu boyda maraqlı şey var, yəni mütləq marağınızı cəlb edən nəsə olmalıdır da, yəni. Mənim evdə tək qalanda darıxmamağım, gün ortaya nə yemək pişirmişəm, nə yemək yemişəm olmamalıdır. Sizi bu həyatda maraqlandıran şey, yəni Amerika oturan bir qıza verilən sual, gün ortaya nə pişirmişsən dərəcəsində balaca bir kruq olmamalıdır. Neyse. Numerologiya münasibətiniz. Məncə numerologiyada məna var. Və məncə numerologiyanı sadəcə hər insan araşdıra bilmir, amma numerologiyada bir həqiqət var. Anormal suala yəqin o gəlib. Rhea from USA. Bunlar mafya olub, Azərbaycanda mafya var. Sizcə yoxdur? Normal sual, yəqin ki görməmişəm, yəni verməyim. Mən uyğunlaşa bildim Amerika həyatına. Mən üçün ümumiyyətlə adaptasiyası çox rahat bir insanım. Əgər adaptasiyası rahat bir insansınızsa, hər insanla dil tapa bilirsinizsə problem yoxdur. Əməli başda işinə də normal yemək yoxdur, ona görə yazırlar.